Salam qızlar, sabahınız xeyir. Belə qaymaq beşi çaldım. Mən hansı qaymaqdan almışdım, bundan göstərim sizə. Bundan 1 kiloluqdur. Kremimiz belə alındı. 2 dənə belə yarım litrlik malako. Bunları bərəkətdən almışdım. Elə qaymağı da. Elə bil 1 kilo qaymaq, 1 kilo da malakodan hazırladım. İndi bunu qoyuram xaladelnikə, gətirim kekslərimi dünənki videoda gördünüz. Hazırlamışam, onların qırağını zaten kəsim. Yuxudan durandan bir dənə su içmişəm və salam. Dedim birinci bu işimi görüm, sonra birisi işlərə keçərəm. Buna yayda vişnə çox yaraşır bu torta. Çox yaraşır ha. Əgər meyvəli tort sevirsinizsə, hər adam da sevmir də meyvəli tortu. Amma bu torta vişnə çox yaraşır. Mən əvvəl bunun içində yağzat yoxdur. Əvvəl mən Herbalife işləyəndə öz müştərilərimin ad günündə belə tort hazırlayırdım, onları sevindirirdim. Həm tort yemiş olurdular, həm də ki sevinirdilər. Mən özüm onlardan qabaq sevinirdim. Vallahi çox sevinirdim. Onlar sevinəndə, müştərilərim sevinəndə. Belə. Bunları qəşəng soyaq. Sonra Herbalife işləyəndə ora hazırlayıb aparırdım. Orada elə bil ki ayda bir dəfə, nə bilim 2 aydan bir olurdu. Nəsə belə yemək zatara bir yemək pişirib gətirirdi. Mən də bu tortdan pişirib aparmışdım. Çox bəyənmişdilər. Şəkər tozun o vaxt şirin olması üçün, yəni pesok əvəzinə şəkər xəstələrinin qəndi var. Ondan əzib vurmuşdum, indiyə qədər yadımdadır. Amma da bunu tam dietik eləmirəm. Pesok var, amma yağ yoxdur. İnanın çox yüngül tortdur. Çox, bəlkə də indi bəzəyin düzəyin mən o qədər də belə mükəmməl eləyə bilmirəm. Bacardığım budur da mən tort zat hazırlayan deyiləm ki, özümüz üçün, balalarım üçün həmişə hazırlamışam, öz yaxınlarım üçün hazırlamışam. Amma bəlkə gedib biraz belə örgənsəm, lap super hazırlayaram. Üstünə nə bilim jelatin vururlar ki, düzdür onu mən sevmirəm. Vururlar ki, meyvələr gözəl görsənsin, belə şəffaf görsənsin. Mən də çalışdığım qədər gözəl görsənməyinə görə, ona görə saxladım ki, səhər hazırlayaram. Banan, kivi, apelsin eləyəcəm. Bananı arasına qoyacam. Üstünə qoymayacam, çünki qaralacaq, pis görsənəcək. Amma apelsinlə kivi çox gözəl olur. Axşamdan da hazırlasınız da belə gözəl olur. Kremin dadı o qədər ləzzətlidir ki, elə bil ki, plambir marojnadır. Amma elə biləm biraz duru oldu. Biraz. Bəlkə mənə elə gəlir. Biskvit axşam 3 dənə eləyəcəkdim. Sonra fikirləşdim 4 dənə eləyim. Sonra Nərgiz də istədi, onun üçün də bir dənəsini ayrıca elədim 5 dənə. 5 dənə ümumilikdə keks pişirmişəm. Kekslərini, yəni biskvitdə korujlarını pişirmişəm. Amma 4 dənəyə görə bu meyvə deyəsən az olacaq. Listim də böyükdür, inşallah ki çatar. Çünki üstündə meyvə ilə bəzəyirəm axı. Mən hələ bilmirəm, buradan içəri şəhərdən nətər gedəcəm mən təkcə. Bəlkə özüm tək getdim. Nərgiz gel balaxanaya güləşməyə getsələr, özüm məcbur tək gedəcəm. Görək, uşaqlar nə deyəcəklər. Nərgiz də hamamdadır. Kombi işləyir, səsi adam başına düşür. Bu əvvəl belə də öyle idi, təzəlikcə bu qədər səs çıxardır. Nəysə, qızlar, mən bunları tez-tez soyum. Qızlar, biraz apelsinə görə əsəbləşmişəm, qapını örtüm danışım. Apelsini inanırsınız, heç gözləmirdim da. Yəni, hələ indi, bismillah, indi çıxıb apelsin. Elə bil ki, İçi bərkdir. Bu belə içindən gedən damarları, baxın bu hissə, bura. Elə bil ki bərkdir. 1 saatda onu ilə oynayıram. Mən belə 2 qatını eləmişəm.
üçüncüsü də. Sizə nə deyəcəm? Çox az duxovkanın listində eləyirəm məcbur. Çünki çox böyük tortdur. Bu boyda məndə padnos yoxdur. O birisi ən böyük padnosumu gətirdim. Onda eləməyə. O da yerləşmədi. Gərək çox belə enli kəsərdim. Onu da istəmədim. Dedim daha böyük eləmişəmsə niyə kəsim? Ona görə bunu da elədim. İndi bunun qıraqlarını qəşəng folqa ilə örtəcəm. Bunun qızlar bir də deyim. İçinə nə vurmuşam? İstəyirsiniz bunu, dünənki videoda da dedim. İstəyirsiniz biraz hündür çıxmağın, onda balaca listə eləyin. İstəyirsiniz böyük çıxmağın, onda belə böyük listə eləyin. Nazik uzun çıxacaq, böyük çıxacaq. Nazik olacaq, amma böyük olacaq. 5 dənə yumurta, 1 stəkan dolu pesok, 1 stəkan dolu un, 1 paçka qabartma, 1 paçka da vanil. Yumurtanı amma çoxlu çırpmaq lazımdır. Pesokla çox qəşəng şişsin. Ondan sonra qabartma ilə vanili vurursunuz. Unu vuranda da mikser salmırsınız sonra. Yavaş-yavaş taxta qaşıqla ya mikserin özü ilə yavaş-yavaş qarışdırırsınız. Baxın belə çox qəşəng pambıq kimi biskvitlərimiz alınacaq. Bura yağ, zat, heç nə getmir. Mən nəyisə deyirəm, təzədən yazırlar ki, filan şey getmir, bəhmən şey getmir. Gedənləri yazıram qızlar sizə üçün. Deyirəm ki, nə gedir, nə getmir. Bu torta ümumiyyətlə tort çata bilməz. Əgər meyvəli tort sevirsinizsə, bu torta çatan tort olmaz. Həqiqətən də çox dadlı tortdur. Meyvəli sevməyən deyər ki, nətər eləyim. Sevmirsiniz, nətər sevirsinizsə eləyin. Qaymaqlı tortdur da. İstəyirsiniz qoz eləyin, istəyirsiniz nə bilim elə-belə kremlə bəzənmiş yeyin. Nətər ürəyiniz istəyir. Mən qapını açım kömürcüyüm. Gəl aşkım, güldən getiniz o. O tərəfdə televizor işləyir deyə səsi düşməsin deyə qapını örtürəm. Məncə bu 4 qatla çox hündür olacaq. Tortumuz hazır. Daha bilmirəm, pis elədim, yaxşı elədim, bacardığım, bəzədiyim budur. Yəni mən professional eləmirəm də. Geyindim, keçindim. Bilmirəm, tortu sizə göstərdim, göstərmədim, deyəsən göstərdim. Geyindim, gedirəm Ataşın iclasına. İllər sonra solmaz iclasa gedir. Gözünüz aydın olsun, valla. İllər sonra bu qız pərtəniyə verir. Buranın hər kəs yığışdırıb, baxın. Hamısını yığıb bura, divanın üstü boş. Onlara kim yığacaq bilmirəm. Bunun iş görmək qabiliyyəti budur. Nərsəl divanın üstünü düzəlt. Bilmirəm, dedim tortu göstərdim, göstərmədim. Tortumuz çox qəşəng çıxdı. Bir dənə də hansı ki balaca keks eləmişdim axşam. Ona da krem qalmışdı. Onu da qəşəng kremlədim, elədim. Ataşqa gəldi məktəbdən, yedi nədir? Həyətə istəyirsən, get. Get həyətə. Get. Həyətdə sirkələr elə qalıb. Gələndən sonra görüm, vaxt olsa, heç olmasa 1 saat onlarla məşğul olum. Sonra saat 5-in yarısı gedəcək, içəri şəhərə, nərsi məşğul. Nəysə belə. Gedim görüm hələ. Neçədir? 2-yə qalıb 15 dəqiqə. 10 dəqiqə qalmış evdən çıxacaq. 5 dəqiqə cəmi vaxtım var. Bu ikisi nə qədər danışır.
Yavaş gedin, sönməsin. Girənlər ayağın soyunsun ki, sonra bunlar gəlsin də. Ayaqqabınızı soyunun. Uşaqlar gedin. Uşaqlar gedin ayağınızı soyunun. Heç nə demirəm. Yavaş. Keçin də, keçin. Geç də. Tez olun. Gedin, gedin. Gözü də yox hələ. Da gördü, başa düşdü. Yavaş, yavaş. Uşaqlar tez olun. Yavaş. Happy birthday. Salam qızlar, sabahınız xeyir. Günlərlə vlogları bitirməyən olmaz. Gün həftənin 4-cü gündür. Oktyabrın 15-i də 16-sı da bilmirəm. Axır ki, günü bilirəm ki, 4-cü gündür. Belə bol yağ soğan eləyirəm. Siz bilirsiniz ki, mən yağ belə çox yeməklərdə istifadə eləməyi sevmirəm. Amma bəzi yeməklər var ki, o yağlı olmalıdır. Yəni, yağlı olanda dadlı olur. Onu demək istəyirəm. Belə məndə var hazırladığım biber sosundan. Ondan əlavə eləyəcəm. Bir də buzxanada lobya pörtlədib qoymuşdum. Onu pişirmək istəyirəm abidə. Bəzən olur deyirlər ki, söyle hər gün quru yemək. Yox, mən arada sulu da eləyirəm. Məsəl üçün dünən video çəkməmişəm. Yəni o yerini çəkməmişəm. Sup eləmişdim. Lobya supu, qırmızı lobyadan sup eləmişdim. Onu Seyidxan da yer, uşaqlar da yer. Düzdür, Seyidxan evdə yoxdur. Yedi getdi də. Yəni eləmişdim, süt eləmişdim. Ondan da var, biraz bozbaş da var. Belə. Amma kotletlə vermişil, hop, həmin dəqiqə yeyildi. Çünki onu sevirlər. Bunu da indi yəqin ki, yeyərlər. Qatıqda biraz qatığımız durudu. Onu qoymuşam ki, süzülsün. Qatıq duru olanda torbanı bulamaq istəmirəm. Torba çünki yekədi var məndə. Qatıq süzmək üçün, süzmə eləmək üçün torba. Ondan sonra pendir hazırlamaq üçün varımdır torba. Amma dedim daha qatığı azdı deyə niyə batırım? Belə qoyuram burada biraz suyu süzülür. Az qatığa görə dedim belə torbanı niyə qoyum ki? Torba qəşəng süzülür. Soğan qəşəng qızardı. Üstünə o biber, pomidor sosundan tökdüm. Pomidor olsaydı pomidor doğrayacaqdım. Yoxdur deyə bundan istifadə elədim. Burada biraz qəşəng qovrulsun, sonra lobyanı gətirib tökəcəm. Səhər duran kimi çıxartmışam bunu, amma belə qalın qoymuşam, yəqin ki, ona görə donu biraz gec açır. İndi qapağını örtəcəm, duzunu vuracam, bu burada vanportda donu açılacaq. Sonra biraz yağa düşəndə yumurtasını vuracam. Tam yağa düşdüyünə görə yumurtasını vura bilərim. Kombində səs adam başına düşürür. Bir tərəfdən də qabları yuyuram, çıxartdım qabları. Mən lobyanı belə sevirəm. Qəşəng tam yağa düşsün, sonra qəşəng sarımsaq qatığına super olur. Kızlar, yemeğim hazır. Əynimiz adımı geymişəm, döyüş paltarlarımı yəni. Çıxmaq istəyirəm almanı eləməyə. Amma Ataşla Nərgiz gələcək deyə onları gözləyirəm. Deyirəm birdən mən balkona çıxaram. Balkona da çıxdımsa qətiyyən bu tərəfləri eşitmirəm. Ona görə deyirəm, əlim yanır. Qazın üstün zadını da sildim qəşəng. Deyirəm, onlar gəlsinlər, çay da qoymur, isti qalsın. Uşaqlar gələndə içərlər. Gəlsinlər, sonra mən çıxım evdən. Belə, bir tərəfdən sizin yorumlarınızı oxuyuram. Bir tərəfdən, nə bilim, Instagramda biraz gəzdim, bir 5 dəqiqə, 10 dəqiqə buzxanaya qoymuşdum boyat çörəyimizi. Onu çıxartmışam. Onu bəlkə axşam tərəfə suxarı eləyərəm, çünki suxarı qalmayıb. Belə. Gedək oturaq qəşəng çayımızı içək, buranı düşkün söndürüm. Çayımızı içək, ondan sonra yəqin ki, böyük ehtimal
cücələrim belər. Nə ilə çayı maraqlıdır. Biri izləyici yazıb ki, söyle kuxnan deyir, balaca da olsa maraqlı gəlir. Kuxnanı çək. Bir dəfə çəkərəm, o topu budur. Bax, görürsünüz. Fırlandım budur kuxnam. Böyükdür bacım. Hə, həmişə uşaqlar gəlir, Seyidxana açır, xaladelnik baxır. Bu dəfə mən açım, baxım, nə ilə içim çayı. Dəyişik bir şey istəyirəm. Nə ilə çək? Çələ mürəbbəsi bundan çək. Bunu qəşəng yeyirlər bu arada. Seyidxan da qəşəng yedi, Nərgiz də. Belə, töküm qaba. O nə səs? Bu kombidən qəribə səslər çıxır. Elə bu xor bir səs çıxır. Çayı süzdüm, içə bilmədim. Qaldı o belə, əlimdə sinə darjırdım. Bir də gördüm ki, Ataş gəldi. Ataşın ən çox da qapını döysə, açmasan zəng eləyəcək uzaq başı mənə. Amma əsas məsələ bilirsiniz nədir Ataşdır? Dəyişmir. Corabın zaten haçan idi. Dünən idi, haçan mən tort əlimdə eləyirdim. Da çıxıb bunu corabın zaten dəyişə bilmədim də. Hə, tort eləmirdim. Əstəğfurullah, iclasa tələsirdim, qaça-qaça hazırlaşırdım. Çıxıb corabını dəyişmədi. Bədən çox zəifdir deyə. Ona görə də ayaqları dəhşət tərləyir. Deyərsiniz ki, ayaqqabıdan dört. Çünki onun ayaqqabılarını həmişə yaxşı ayaqqabı alırıq. Yəni ki, belə bazardan, zatdan almırıq da ayaqqabısını deyəm ki, onlar tərlədirlər. Həmişə ayaqqabısı yaxşı olur. Amma gəlin görün ki, yəqin ki, bədən zəifdir, tərləyir. Qapıdan girən kimi birinci növbədə damaşniklərini ayağının altına qoyuram, geyin. Oradan otağa çatana qədər tez corablarını dəyişirəm. Neyim, mən nətər eləyim. İstəmirəm ki, uşağım o boyda əziyyət çəkib, yenə təzədən xəstələnsin, Allah göstərməsin. Allah o günləri heç kimə yaşatmasın. Belə. Bunu indi mən lobyanı tez-tez pişirsəm, yeməyəcəklər. Amma belə ayda ildə bir dəfə pişirəndə belə qoydum. Qəşəng üstünə qatıq tökəcək. Mən balam yeyəcək. Belə gedim sürəyim zadına verim. Yesin, mən də gedim işimi görüm. Qızlar, nəhayət ki almanı doğradım, bitirdim. Apardım deyə o başa tökdüm. Belə için çıxan zibilin zadan. Bunları da belə qəşəng yığmışam buraya. Görürsünüz, üstünə qara-qara cücülər uçuşur. Deyir ki, o normaldır. Yəni o uçuşmağı normaldır. İndi belə çörək gətirdim. Buna da atmışam çörək. Buna da. Amma buna atmamışam. Buna çörək atacağım. Bir də ki, buna pesok tökəcəm. Gözə yarı mən tökürəm. Biraz da töküm. Çünki bu çox belə böyük qabdır da. Pesok qoyaq qırağa. Məndə belə parça var. Buxnada təmiz parçadır. Yəni skatertin kəsiyidir. Bundan qəşəng indi kəsəcəm. Onların ağzına qoymaq üçün. Görüm nətər kəsim ki, çox xırdalanmayın da. Böyle kəssəm ikisinin ağzına qoya bilərəm. Böyle cırıq yerindən kəsim. Belə. Ağzı açıq olmalıdır. Qapağını bağlamaq olmaz. İçinə də nə vurdum bir də deyim. Bilirəm qızlarımız soruşacaq. Almanı qəşəng doğradım. İçinin çürüyü, mürüyün hamısını kəsdim, təmizlədim. Tərtəmiz yudum. Yuyandan sonra doldurdum baçonkuya. Sizdə şüşə qab var, lap gözəl. Deyirlər ki, şüşə qab lazımdır. Amma məndə indi bu qədər çox almanı mən nətər şüşə qabım yoxdur da. Sizdə şüşə varsa şüşə bankaya yığın. Sonra elə bir 3də 1 hissəsi məndə alma çox oldu deyə məcbur doldurdum. Neyim o qədər almanı hara yığa bilərəm? 3 dənə 30 litri baçonkadır. Almanı çox yığmışam mən. Çörək, buğda, bir də pesok. Onları ölçü soruşmayın çünki ölçü ilə eləməmişəm. Gözə yarı eləmişəm. Sonra üstünə çıxana qədər su tam dolmasın. Bu qədər başın yarım eləyin ki o qıcqıracaq. Qıcqıranda yəni daşıb yerə tökülməsin. Daşmağı üçün bir yer olsun da. Bunu da belə buradan kəsəcəm. Niyə? Çünki belə kəsimdə. Birinin də ağzını örtməliyəm də mən bunu. Və bunu balacalaşdırmayacağım. Elə belə örtəcəm onun ağzını. Hə, belə.
Hə, bir də ki, bir 3 kiloluq balon məndə sirkə qalmışdı. Keçən dəfə düzəltdiyimdən. Onun da elə anası, balası qarışıq, sulumulansın, sirkə içində ana deyirlər də belə ət kimi yumşaq olan bir şey. Onu böldüm 3 yerə, 3-ünün də içinə atdım. Bir də 3 kilo sirkəni böldüm, 3 litr sirkəni böldüm 3-ünə. Belə. Çünki bunlar dediyim kimi böyük baçonkadır. Belə qəşəng ağızlarını örtək, bunlar da burada qalsın. Gündə də bir dəfə taxta qaşıqla qarışdırmaq lazımdır. İndi gedim taxta qaşığı da gətirim, qoyum üstünə. Orada dursun. Gündə elə 2 dəfə deyir qarışdırsınız, lap əla olar. Gündə 2 dəfə mən qarışdıraram. Problem yoxdur. Bu qalan almanı da göstərim sizə. Qalan almanı da belə seçdim, yığdım ora. Onu da gündə az-az yerik da bizim sirkələrimiz. O qara-qara milçəklər uçuşmağı dediyim kimi normaldır. Yəni olmalıdır. Belə çolpan çıxartdım, səhərdən həyətdiyəm deyə başım qarışıb. İndi gələcəklər evə. Bilirəm ki, lobiyanı da abeddə yedilər, sağ olsunlar. İkisi də səsini çıxartmadı. Yedilər, amma indi yeməyəcəklər axşama. Ona görə dedim belə, çolpa ilə kartoşka az, sulu eləyim. İnşallah ki, yeyərlər. Məcbur qalıb, ya lobiya yeyəcəklər, ya bunu yeyəcəklər. Başqa yeçən pişirməyə halım yoxdur. Əlimiz adımı kəsmişəm deyə. Baxın, buramda kəsmişəm, bayaq doğrayanda alma. Lap belə əllərimi hərəkət elətdirə bilmirəm. Bu birisi əlimdə telefon tutduğum əlimdə qabarıb, suluqluyub. İnşallah ki, o kartoşkaları soya bilərəm. Belə, tez yeməyimi də hazırlayım. 1-2 dənə qablar çıxıb, onları da yuyum, yemək pişə-pişə. Göyərtimi də doğrayacağım. 2 dənə soğan soydum. Biri qaldı. İndi bunu qoyum bloka, qoyum xaladilnikə. Dedim, birinci çolpanın hamısını pişirim. Sonra fikirləşdim ki, 2 uşaqdır, evdə Seyidxan da yox. Sonra qalacaq, yeyilməyəcək. Ona görə də dedim, ən yaxşısı o ikisi yeyən qədər, ay Allah, pişireyim. Hələ görək yeyəcəklərmi? Belə bu boğazla bunu kömrə verəcəm. Belə. Bunlar qəşəng burada pişsin. Ondan sonra duzun, sarı kökün zadını vurmuşam. Sonra qəşəng göyərtisini doğrayacağım. Bu da bunların axşam yeməyi. Mən heç yeməyəcəm. Lobiya yedim. Biraz qalıb. Burada lobiya göstərim sizə. Dəqiqə. Burada belə lobiya qalıb. İndi bunu balaca qazana boşaldıb qoyacağım xaladilnikə. Mən də yedim. Uşaqlar da sağ olsunlar, yedilər. Bu da qızlar, yeməyimin son halı. Çaynikı qoydum. Çaynikin cızıltısı başıma düşür. Bu istilənsin, bir stəkan mən də oturum çay içim. Qızlar, popcorn hazırlamaq istəyirəm. Biraz da duz. Birinci biraz karıştırırım. Sonra altın kodunu alıp ağzını örteceğim. Bize nuş olsun. Sabahsı gündən hamıya salamlar. İndi oturub sizin yorumlarınızı oxuyurdum. Bugün çox iş görmüşəm. Sabahki videoda izləyirsiniz. Dedim bunu qısa danışım. Oturmuşam Ataşa, həm çay içdim, həm də Ataşa fındıq təmizləmək istəyirəm. O gün gördünüz, mənə dedi ki, gətir qoy bura, mənim gözüm görsün, mən qırıb yeyəcəm. Qırdı mı? Qırmadı. Heç bir dənəsini də qırıb yemir. Belə, nəysə, mən qırıb verərəm, eyb yoxdur. Qırıb qoyanda yanına bir dənəsini saxlamır. Bir dənə, maşallah, hamısını yeyir. Gəlin görün ki, qıran insan lazımdır. Mən də verin, buralarım ağrıyır bu almadan. Kəsiklərdə belə şişib. Kimi ağlatdımsa, kimi kövrəltdimsə, çox-çox üzr istəyirəm. Mən yana həmişəki halımdır. Mən ümumiyyətlə çox kövrək bir insanım, hədsiz dərəcədə. Hər şey tez xətrimə dəyir,
Hər şeydən tez incirəm, amma insanlar uman yerdən küsər söz var. Yəni yersiz hamıdan incimirəm də. Umduğum yerdən küsərəm, inciyərəm. Ummadığım yerdən, məsəl üçün, yan qonşum olsun, mən onu nə tanıyıram ki, ondan duram mən küsəm. İnsan əzizindən, yaxınından küsər, inciyər. Nəysə, kövrək olmaqdan çox kövrəyəm. Hamımızdan ona görə üzr istəyirəm ki, sizi ağlatdım, sizi kövrətdim. Allah hamının ölənlərinə rəhmət eləsin. Həyatda olan ata-analara can sağlığı versin. Biz özümüzdə ata-ana yox. Sizlər də həmçinin istəyir ata-ana 100 yaşında olsun, nə bilim 110 yaşında olsun, fərq yoxdur. İnsan hansı yaşda olursa olsun fərq yoxdur. Bu, yəni yaxşı valideyndən söhbət gedir, normal valideyndən söhbət gedir. Elə valideyn var ki, 9 ay böyüklərimizdən çox üzr istəyirəm, bətnində gəzdirib onu çölə atır. Məsəl üçün, dettoma atır, baxmır, biri var, işləyəsən, var ki, evdə olurlar, sən dünyaya gətirdiyin uşağa baxa bilməyəsən. Mən bunlara ana demirəm. Valideyn odur ki, gecə səhərə qədər uşağının əziyyətini çəkən, qayğısını çəkən, əsl ana mənim anam olub. Bilmirəm, sizlərin anasını Allah deyirəm, rəhmətə gedənlərə, qəni rəhmət eləsin, həyatda olanlara can sağlığı versin. Mən öz evimin için bilirəm, öz anamı bilirəm. O gün danışırıq, nəsə söhbət eləyirik. Anjela ilə Nərgiz deyir ki, ana sən də elə eləyirdin də, Şamaxda olanda kombin üstünə deyir, yorğanlarımızı sərirdin, qızdırırdın, örtürdün üstümüzü. Deyirəm ki, mən onu anamdan görmüşəm. Anam rəhmətli elə eləyirdi, bizdə odun peçi idi. Axşam saat 9-da, 10-da da peçi söndürürdük, gedirdik yatmağa. Mamam peçi birinci gürxodda eləyirdi, odun doldururdu sizə, yorğanlarımızı qızdırırdı. Deyirdi ki, uzanın gətirirəm. Biz uzanırdıq, gətirib üstümüzü örtürdü. Belə, yəni belə analardan söhbət gedir. Mən də anamdan tərbiyə görmüşəm. Bir izləyicim də yazıb ki, deyir, belə pis başa düşmə, sən ömür boyu qarışqa kimi işləmirsən də, yəni dayanmırsan. Yəni mənə söz iynə vuran izləyicilərimə getsin o söz. İzləyicidir, onlar sadəcə olaraq mənim həyatım onlara maraqlıdır. Solmaz nə inədir, nə işliyordu, elə güdürlər. Onlar izləyici deyirlər, güdücüdürlər. Nə demək istəyirəm? Mən özümü biləndən, dünən canlı açanda dedim, mən özümü biləndən, tanıyandan, mən uşaq vaxtından yeyib, yatan, veriyim, ört yatım, elə uşaq olmamışam. Nəinki indi olam. Yəni mənim baxım qala baxımsız. Yenə deyirəm, yazmaq çox asandır, qəlb qırmaq çox asandır. Amma gəlin ki, kiminsə könlünü almaq, o qəlb qırılandan sonra könül almağın nə mənası var? O yorumu yazıb mənim qəlbimi qırandan sonra o yorumu silməyimizin nə mənası var? Mənasızdır. Çalışın bu həyatda. Həmin o insana deyirəm. Qəlbi qırmayın. 2 günlük də deyir. Heç bəlkə də yarım saatlıqdır bu həyat. Bilmirik. Anı yaşayın, insan kimi yaşayın. Namaz qılmaqla deyir, oruç tutmaqla deyir, ibadət eləməklə deyir, hicaba girməklə deyir. Vallah, billah, insan olmaq bu həyatda tam başqa bir şeydir. Çalışın, Allahın yaratdığı qulun qəlbini qırmayın. Bilmirəm. Bizim insanlar çox belə haqsızlar. O, əlbəttə ki, hamıdan söhbət getmir. Mənim daimi izləyicilərim var ki, Allah razı olsun. Bir adlarınızı çəkməyəcəm. Yəni, adlar deyəndə akkauntdan sizləri tanıyıram. Sağ olun, var olun. Həmişə mənə yaxşı yorum yazmaq məcburiyyətində deyilsiniz. Nəinki mən heç bir YouTube kanalı işlədən xanıma yazmaq məcburiyyətində deyilsiniz. Öz fikrinizdə deyirsiniz. Bəzən mənə yazırlar ki, bunu deyirəm, qızım kimi deyirəm. İncimə. Niyə incirəm ki? Yaxşı bir şey deyirsinizsə, məsəl üçün mənə deyirsiniz ki, Solmaz, o çörəyi belə qızartma, belə qızart, belə qızardanda daha yaxşıdır. Onun nəyindən məni incim ki? Bilmədiklərimizi bir-birimizdən öyrənirik. Mən sizlərdən o qədər şeylər öyrənmişəm ki,
İndi olub ki, mən də bildiyimiz sizinlə bölüşmüşəm və yaxud da hansısa bir izləyicim yazıb ki, Solmaz bacı, bunu belələ mən eləmişəm, faydasını görmüşəmsə, səhv yazan izləyicilərimiz də olub bu arada. Onlardan da yanıqlıyam. Məni heç dəfə səhv yönləndiriblər. Daha nəsə eləyəndə də tərəddüdlə eləyirəm. Ət maşının bir izləyicimin üzündən xarab oldu. Nəysə, o tərəflərə getməyək. Əgər faydasını görürəmsə, sizlərlə də bölüşürəm, sizlər də ondan faydalanırsınız, yararlanırsınız. Bu nəyi pisdir ki? Nə bilim, Allah hamının, həmişə deyirəm, iç başda özüm olmaqla hamımızın ürəyinə görə versin. Amin ya Rəbbim. Mən bu həyatda yaşayıram, amma o birisi həyatımı düşünürəm. Öləndə bunu eləməyim, qorxmuram ha, ya da savab qazanım deyə yox. Yəni insanlığıma, nətər deyim sizə, yəni insan olaraq onu bilə, istəyə, eləmək istəmirəm. Mən bilirəm ki, bu şey, bu insan deyəcəm, qəlbini qıracamsa, mən onu nətər deyə bilərəm. Olur, hamımızda əsəbi vaxtımız olur, hirsli vaxtımız olur. Bu ən çox da canlıda zadda olur. Ani moment nəsə cavab verirsən, o başqa şey. Canlıda hamı olur. Bir saniyənin içində o qədər olub ki, üz-üzə dalaşan adamlar özünü cilovlaya bilmir, bir-birinə nə gəldi deyir. Amma yarım saat, bir saat keçir üstündən sonra peşman olur ki, yox, mən bunu naxaq dedim, gələk deməzdim. Məndə də şəxsən olub belə şeylər. Yəni, belə sizinlə danışan vaxt mən çalışmışam ki, heç vaxt sizlərin qəlbini qırmayayım. Bəzən də olur canlıda, məsəl üçün nəsə yazırlar, mən zarafat yanına nəsə deyirəmsə, onu mən gülə-gülə deyirəmsə, zarafat eləyib deyirəm. Yəni, kiminsə qəlbini qırmaq üçün, kiminsə xətrinə dəymək üçün mən o sözləri demirəm. Əstəğfurullah. Mən kiməm ki, Allahın yaratdığı insanın qəlbini qıram. Heç nə də Allah məni o günlərə qoymasın ki, mən kimisə qəlbini qıram. Nəysə qızlar, belə bunu təmizləyim, bitirim. Sağ olun, var olun, Allah razı olsun, mənə dəstək olursunuz, izləyirsiniz, minnətdaram sizə. Yaxşı ki varsınız, YouTube ailəm olmuşsunuz. Allah sizi var eləsin. Videolarımızı bəyənin ki, sizin kimi gözəl ürəkli xanımlar daha da çox olsun kanalımızda. Əgər məni Instagramdan izləmirsinizsə, Instagramda da Solmaz Ahmedova, eyni burada necə profil şəklində Seyidxandan özüməmsə, orada da Seyidxandan özüməm. Orada baş çəksiniz, oradan da məni takip eləsiniz, məni çox sevindirmiş olarsınız. Bugün Instagramda qabağıma çıxıb ki, bu arada Instagram çox mədəni yerdir. Niyə Instagram işlətmirsiniz, onu da bilmirəm. Həqiqətən çox mədəni yerdir, çox səliqəli, çox belə... Mən əvvəl Instagrama elə bil qorxurdum keçməyə. Amma indi görürəm ki, YouTube'dan həm çox rahatdır, çox rahatdır Instagram işlətmək. Həm insanlar YouTube'da məsəl üçün çox sorğu sual olunur, çox sual verilir. Instagram elə bir yerdir. Məsəl üçün TikTok mənə məsləhət görürlər. TikToka gedə bilmirəm. Elə biləm ki, çox azan, təzən, hamı elə bilirəm ki, TikTokdadır. Sevmirəm oranı. Nə də gün ərzində saatlarla TikTokda vaxtımı keçirdim, yox. Məsələn, maraqlı bir video montaj eləyəcəmsə, oradan girib nəsə mahnı götürürəm. Belə, ya dini nəsə olanda belə qulaq asıram, yoxsa ki, TikTokda belə saatlarla vaxt keçirməyi qətiyyən sevmirəm. Instagrama da girirəm, səhifəmə baxıram, çıxıram, paylaşmalı bir şey varsa paylaşıram. Belə çox telefonla həşir nəşir olmuram. Onu da deyim sizə, telefonu ancaq video çəkmək üçün işlədirəm. Bir də bu Nərgizin köhnə telefonu evdədir. Bundan da son neçə gündür seriallar özüm üçün tapmışam. Qabzat yuyanda qoyuram orada, ona baxıram. Instagramdan da solibacınızı izləsəz, çox sevinərəm. Nəyəsə deyəcəkdim, getdim, çıxdım haralara. İndi videonu montaj eləyəndə görəcəm ki, mən nə demək istəyirdim, nə danışmışam. Belə qızlar, onu deyirdim, görürsünüz, videonu bitirməmiş yadıma düşdü. Instagramda gördüm ki, A+da Əhmədli filial daxil hər yerdə soğan düşüb 19 qəpiyə. Nə bilim, bir çox ayın 17-si, 18-i deyəsin, səhv eləmirəmsə, 19'u da ona aiddir. Bugün ayın 17'sidir. Bu videonu bitirib inşallah
Bunu da təmizləyim. Saat neçədir indi? 4-də işləyib. 20 dəqiqə, 5-20 dəqiqə işləmiş Nərgisi durğuzmaq lazımdır. Bəlkə Nərgis xanımı durğuzaram, bəlkə o çıxanda mən də çıxaram. Bilmirəm, baxaram. Ataş evdədir, bugün heç yana getməyəcək. Yeyib içib uzanıb. Demişəm, biraz dincəl, saat 5-də də sənə qaldıracam dərs eləməyə. Deyir ki, yox, bir də 6 bazar evdəyəm, bugün həftənin 5-ci gündür. 6 bazar evdə olanda eləyərəm. Nəysə qızlar, belə. Gedim sizinlə sağollaşın, çalışın, heç kimin qəlbini qırmayın, heç kimin xətrinə dəyməyin. Allah bizi pis insanlardan qorusun, Allah bizi... Onlar da pis insan deyirlər, mən sizə deyim. Onlar da həyatda nəsə o yerə gətirib çıxardıb. Onlara da yazığım gəlir. Vallahi elə insanlara. Yəni, gözləri ki, pis görür, nəyəsə. Onlar da həyatda nəsə kini, nifrəti bizim kimi insanlara gəlib tökürlər. Nə deyə bilərəm başqa? Belə qızlar, getdim, sağ olun, sağlıqla qalın. Getəcək Solibazın soğan almağa. İstəyənlər gedib ala bilər. Soğan, çox şeylərində 5 məhsul. O birisilər vallahi yadımda deyil. Əsas mənə soğan maraqlıdır. Çünki soğan almamışam qışa. Ona görə soğan istəyirəm almaq. Daha nə qədər əlimdə gətirə biləcəm onu bilmirəm. Çünki nə qədər qolum var. 2 dənə əllərim var. O da Allaha şükür daha güveş daşıya bilmir. Belə qızlar. Hamınızı mat eləyirəm. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. İnşallah görüşərik qismət olarsa.